Gördüyünüz kimi itlərimi gəzdirirəm, amma hava soyuqdur həqiqətən. Heç may ayı kimi deyil. Daha doğrusu 2 gün sonra artıq iyun ayındayıq, amma hava heç iyun ayı kimi hiss etdirmir. Sanki oktyabr ayıdır, noyabr ayıdır, belə bir hava var çöldə. Mən də trenç kotumu geymişəm, yəqin ki görürsünüz, göstərim sizə. Hamıya bir daha salam. Ümid edirəm ki, məni yaxşı görürsünüz. Bir saniyə. Tamam, məncə indi yaxşı görürsünüz. Deməli gəldim maşına. Gedəcəm ilk öncə karqomu götürməyə. Mangodan özümə çox gözəl bir yay üçün ayaqqabı sifariş etmişəm. Götürəndə sizinlə də bölüşərəm nə sifariş etdiyimi, nə aldığımı. Belə. Salam növbəti gündən. Gördüyünüz kimi hazırlaşmışam. Saçım, makyajım artıq hazırdır. Çölə çıxacaq. Əslində ilk öncə dəniz kənarına getməyi düşündük, amma hal-hazırda hava o qədər də yaxşı deyil. Biraz tutqundur, küləklidir. Düşünürük ki, burada hava belədirsə, dəniz kənarında hava daha da pis olacaq, daha da soyuq olacaq. Ona görə ora getməyəcəyik. Böyük ehtimalla şəhər mərkəzinə gedəcəyik və orada hər hansı bir məkanda oturub bir kofe içərik, çay içərik və ya yemək yeyərik. Tam qərar verməmişik. Hara gedəcəyimizi də bilmirik açığı, amma gedəcəyik. Niyə də yox? İndi hazırlaşmışam. Son 1-2 toxunuş qalıb onları eləyəcəm saçıma və üzümə. Ondan sonra böyük ehtimalla artıq çıxarıq. Bir də aksesuar taxmalıyam. Heç bir şey taxmamışam. Nə sırğa, nə üzük. İndi hal-hazırda nənəmgildəyəm bu arada. Buradan hamımız birlikdə çıxacaq. Yəni hamımız birlikdə dediyim dayım oğlu, dayım oğlunun yoldaşı və dayım oğlunun dostu və onun yoldaşı. Ortamdakı tək mənəm deyəsən. Hər kəs cütlük şəklindədir. Nəysə problem yoxdur. Belə. Bu arada makyajımı da göstərim sizə. Belə bir smoky makyaj etdim. Mən çox sevirəm, özümə də çox yaraşdırıram. Məncə pis olmadı, yaxşı oldu. Siz nə düşünürsünüz? Deməli, xatırlayırsınızsa, gedib bu karqonu götürmüşdüm. Ayaqqabı sifariş etmişdim Mangodan. İndi sizə bunu göstərəcəm. Mən açıb baxmışam, yalan deməyəcəm, açıb baxmamışam falan filan, amma çox bəyənmişəm. Ona görə istəyirəm sizə də göstəreyim. Yay üçün almışam bu arada bu ayaqqabıları özümə. Çox gözəldirlər. Göstərim sizə də. Dabanı belə kiçikdir. Yəni yayda yerimək rahat olsun deyə. Çünki əgər çox hündür dabanı olsaydı, o zaman üzərində çox dayana bilməyəcəkdim. Amma belə qısa olanda bütün gün üstündə rahatlıqla gəzə bilirəm. Mən çox bəyəndim. Görürsünüz, çox zərifdir. Bugün bunları geyinəcəm. Niyə də yox. Bir məkana gəldik, amma təəssüf yer tapa bilmədik, doluydu. Hava çox küləkli və tutqun olmağına baxmayaraq insanlar axın-axın gəliblər maşallah. Ona görə buradan çıxıb başqa bir məkana gedirik. İnşallah orada özümüzə yer tapacağıq. İndi maşına gedirik. Belə tapanda sizə göstərəcəm ətrafı. Hamıya bir daha salam. Biz artıq gəldik, Novxanındayıq. Dənizə getməyə fikirləşmirdik, amma dənizə gəldik. Bura çox gözəl bir məkandır. Məkanın adını və konumunu videonun aşağısına qeyd edərəm. İstəsəniz gələ bilərsiniz. Çox böyük bir yerdir. İndi sizə göstərəcəm. Zaten özünüz görəcəksiniz. Videoda hər şeyi aydın şəkildə göstərəcəm sizə. Belə. Ümid edirəm ki, siz də bəyənəcəksiniz. İndi birazdan keçəcək kabinetə. Kabinetdə sizin üçün çəkərəm. Yemək sifariş edəcək, yemək yeyəcək. Belə. Axır ki, uzun axtarışlardan sonra bir məkan tapıb otura bildik, amma açığı heç nə planladığımız kimi getmədi. Əvvəlcə tam başqa bir məkana getmişdik, ancaq rezervasiyamız olmadığı üçün bizə yer tapılmadı və oradan çıxmalı olduq. Sonra yaxınlıqdakı başqa bir məkana yaxınlaşdıq. Orada çətinliklə də olsa bizə yer tapdılar, amma tam 15 dəqiqə gözlədik və bizə heç kim yaxınlaşmadı. Üstəlik kabinetin içi çox soyuq idi. Düzü biraz ruhdan düşdük, sonra isə bu məkana gəldik və açığı hər şeyin belə alınması daha yaxşı oldu. Çünki həm işçilərin münasibəti, həm də məkanın gözəlliyi tam biz istədiyimiz kimi idi. Kabinetlərin içi o qədər isti idi ki, hətta bir ara pəncərəni belə açdıq.
İndi gəlin bu məkan haqqında biraz daha ətraflı danışım. Əvvəla buranın abu-havası açığı çox gözəl idi. Biz çox bəyəndik. İnsan içəri girən kimi rahatlayır. Həm dəniz mənzərəsi, həm təmiz hava, həm sakit mühit, hamısı bir yerdə idi. Ən bəyəndiyim tərəflərindən biri də odur ki, bura bütün il boyu açıqdır. Yəni həm qışda, həm də yayda gələ bilərsiniz. Yayda açıq kabinetlərdə, dənizin kənarında rahat əyləşə bilərsiniz. Qışda isə isti, rahat kabinetlərdə oturub həm mənzərəni seyr eləyə bilərsiniz, istəsəniz dəniz ətrafında yürüyüş eləyə bilərsiniz. Tamamilə sizə qalıb. Yəni mövsüm fərq etmir. Hər zaman gəlmək olar. Bir də ən vacib məqam, bura tam ailəvi bir məkandır. Yəni ailənizlə, uşaqlarınızla, dostlarınızla rahatlıqla gələ bilərsiniz. Çox təmiz və səviyyəli bir yerdir. Mütləq bura bir daha biz gələcəyik. Bizim gedişimiz tam gün batımına təsadüf edirdi. Ona görə yəni mənzərənin gözəlliyini təsəvvür belə edə bilməzsiniz. Günəş yavaş-yavaş dənizin arxasından batırdı. Səma qırmızı narıncı rəngə boyanmışdı. Yəni kameradan mənzərənin gözəlliyini nə qədər sizə çatdıra bilirəm, bilmirəm, amma bu mənzərəni gözlə görməliydiniz həqiqətən. Peşman olmadım ora getdiyimə. Mütləq gün batımına yaxın bir vaxtda siz də getməlisiniz məncə. Mənzərə çox gözəldir. Hava çox soyuq olmağına baxmayaraq çox zövqlüdür burada vaxt keçirmək həqiqətən. Keşke hava biraz daha yaxşı olsaydı. O zaman daha çox zövq alardım düşünürəm, amma olsun, problem deyil. Hazırdakı tək problem mənim çox ac olmağımdır. Həqiqətən heç nə yeməmişəm. Səhər yemək yemişəm də sadəcə. Sonrasında heç bir şey yeməmişəm. Ona görə təcilən yeməklərimizin gəlməyini gözləyəcəyik. İndi isə gəlin yeməklər haqqında biraz sizə danışım. Biz nə sifariş etdik? Biz toyuq kebabı, kartof fri və qutab sifariş etmişdik. Bu arada qutab əslində onların menüsündə yox idi. Biz soruşduq ki, bizim üçün təşkil edə bilərsinizmi və sağ olsunlar, məsələni çox yüksək səviyyədə həll etdilər. Bu əslində çox xoşuma gəldi, çünki bu onu göstərir ki, onlar müştəriyə həqiqətən çox dəyər verirlər. Yeməklərin dadına gəlincə sadəcə möhtəşəm idi. Hər şey çox təzə və ləzzətli idi. Toyuq kebabı, kartof fri, qutab hamısı gözlədiyimizdən də yaxşı oldu. Yeməkdən sonra oturub çay içdik. Açığı o hissəni çəkməmişəm. Amma çay süfrəsi də çox gözəl idi. Hər şey tam yerində idi. Çaydan sonra biraz da dəniz kənarında gəzdik və sonra yavaş-yavaş artıq evə yollandıq. Bugünkü günümüz də belə keçdi. Əvvəldə restoranlarla bağlı kiçik problem yaşasaq da, sonu çox gözəl bitdi. Açığı çoxdandır belə rahat və gözəl bir gün keçirməmişdim. Əgər videonu sona qədər izlədinizsə, sizə təşəkkür edirəm. Bu mənim ilk videom idi. Ona görə fikirlərinizi şərh bölməsində mütləq mənimlə bölüşün. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.